Salam uşaqlar. Demək biz bu gün dərs edəcəyik gerund infinitiv mövzusunu toplu ikinci hissədən. Demək, gerund infinitiv bölməsini keçməmişdən qabaq bizə çərçivə sənədində belə bir qayda verilmişdi ki, feilin şəxsiz formaları non-infinitive forms of the verb məstərdir. Məstər deyir ki, to ilə verilir. Biz zaten bilirdik bunu. Məstərin inkar forması isə not-la olur. Məsələn, deyirəm ki, I try not to read that book. Mən çalışıram kitabı oxumayım. I try və yaxud da deyirəm ki, I want not to sit there. Mən istəyirəm ki, orada oturmayım. Nəsə də yəni notla düzəlir. Müəyyən feillər var ki, onlardan sonra həmişə to-lu feil gəlir. Məsələn, want to, need to, decide, expect, promise, try da. Biz buna complex object mövzusuna toxunmuşduq ki, üçüncü qrup feillər vardı ki, to ilə işlənirdi də onlar. Bir də məsələrin bəzi formaları var ki, onlar da həmişə to ilə işlənirlər. Məsələn, have to, has to, had to be able to, ought to, bunlardır. Və bu qaydanı sizdən xahiş edirəm ki, yazasınız ki, məsələn, advise to, look to, ask to, expect to, order to, remind to, tell to, want to, permit to. Bunlardan sonra həmişə to-lu feil gəlir. Görürsünüz, letdən və yekdən sonra sadə feil gəlir. Sonra isə gəlir gerund dərsini başa salır bizə ki, gerund ümumiyyətlə saxlayın ki, ismin xüsusiyyətlərini daşıyır. Gerund ing şəkilçisi ilə düzəlir. Məsələn, going-dir, coming-dir, writing-dir, speaking-dir. Qayda dəftərinizdə də var, bunu mütləq oxuyun. Gerundun əsas qaydası odur ki, uşaqlar, gerund sözündən sonra işlənir. Və bir də bəzi feillərdən sonra işlənir. Enjoy-dur, suggest-dir, mind-dir. Bunlardan sonra bir gerund verirsiniz. Like-dır, dislike-dır, stop-dur. Bir də gerund və ya məstər formasına işləndə mənası dəyişən feillərimiz var. Remember, to forget, regret, stop, mean-dir. Bu haqda danışacağıq. Məna artıq fərqli məna verir orada. Gəlin belə bir dənə testlərimizə baxaq. Bir də gerundun qaydası haqqında onu deyim ki, gerundun qaydası 3 dənə qaydası var. 1. Gerund cümlədə mübtəda kimi funksiyasını daşıya bilər. Məsələn, deyirəm ki, reading books is an interesting hobby. Və görürsünüz, reading books cümlənin əvvəlində gəlir. Biz ümumiyyətlə yazıda da siz mübtəda xəbər uzlaşması dərsdə keçəndə demişdik ki, cümlə ing ilə başlayan feillə başlayırsa xəbər təkdə olur. Sonra ikinci qaydası odur ki, yəli hal, yəli əvəzlərindən sonra ing feil işlənir. Üçüncü qaydası isə odur ki, sözünü gördünüzsə, məsəl üçün, baxın, burada ofu gördünüz və salam. Sözündən sonra ing feil işlənir. Qutardı, getdi. Tunu gördüm, sözündən sonra ing feil işlənir. Bayı gördüm, sözündən sonra ing feil işlənir. 4-də artıq biraz fərqlidir. 4-də əmr cümləsidir. Əmr cümlələri nə ilə başlayırdı? Feil ilə başlayırdı. İnkar isə don't-la olurdu. Mən də baxıram ki, burada do not olan variant C variantıdır. Bəs yeni niyə götürmürəm, uşaqlar? Come, gəl. Don't come, gəlmə. Speak, danış. Don't speak, danışma. Yəni, bunlar hamısı əmr cümlələrdir. Əmr cümlələri don't-dan sonra to işlənə bilməz. 5-dədir ki, sakit dur. Demək, biz burada götürəcəyik ki, məsələn, don't-dan sonra feil gəlməlidir, düzümü? Quiet da sifətdir. Əgər C variantını götürməyim üçün mən belə verməliydim. Don't be quiet, sakit olma, uşaqlar. Sonra cümlə notla inkar verməz. Let them quiet, let them be quiet. Yəni, letdən sonra görürsünüz, let var, ondan sonra çılpaq feil gəlməli idi. Gəlməyib, ona görə B variantı. Be quiet children, müəllimələr tez-tez deyir. Be quiet children, uşaqlar, sakit durun deməkdir. Demək, 6-cı sualda yenə əmr cümləsidir. Notla tək əmr cümləsi başlamaz. Sonra let feildir. 2 feilin ortasında şəxs əvəzliyi olmaz, uşaqlar. Sonra don't-dan sonra to da gələ bilməz. Let mention 2 dənə feil yanaşı gələ bilməz. Ortalarında mütləq obyekt əvəzliyi falan olmalıdır. Don't mention götürəcəm və salam. 7-ci sualda blame me for everything that goes wrong. Deyir, yanlış gedən hər şeyə görə məni günahlandır. Bir də yanlış gedən hər şeyə görə məni günahlandırma. D variantı daha yaxşı olur. Don't-dan sonra to gələ bilməz. Let şəxs əvəzləyici 2 feilin ortasında işlənə bilməz. Not-la inkar verə bilmərəm. Əslində uşaqlarla biz fikirləşirdik ki, A variantda olar ki, bəzən deyirik, olan hər şeyə, səhv gedən hər şeyə görə məni günahlandır. Yəni, A variantı da deyir, məni günahlandır. D variantı deyir ki, məni günahlandırma. Neyse, 8-ci solda expect 3-cü qrupdur. C ilə işlənəcək. 9-da decide, o da to ilə işlənən feillərdəndir. 10-da want to ilə işlənir. Ona görə Y variantını götürəcəm. 11-də baxın, artıq sözünü var. Sözünü varsa ing. Qutardı, getdi. Məsələn, decide to ilə işlənənlərdəndir.
Suggest amma ing ilə işlənənlərdir. Suggest-dir, mind-dir, enjoy-dur, öz-özdə qeyd edən, like-dır, dislike-dır. Bunlar ing ilə işlənir. Decide to ilə işlənir əlbəttə ki. 15-də promise, söz vermək, to ilə işlənir. 16-da expect, əlbəttə ki, to ilə işlənir. 17-də promise, əlbəttə ki, to ilə işlənir. Decide, to ilə işlənir. Try, to ilə işlənir. Decide, to ilə işlənir. Görürsünüz, eyni tip testləri o qədər təkrar veriblər ki, amma suggest ilə işlənirdi, ing ilə işlənirdi. Decide, to ilə işlənir. Promise, to ilə işlənir. Try, to ilə işlənir. Promise, to ilə işlənir. Yəni, çox sadə gedirəsinə dərs. Fail, to fulfill. Alludan sonra to feil gəlirdi. Sözündən sonra görürsünüz ing-li feil gəlməlidir deyə cavab A variantı götürəcəksiniz. 31-də promise to ilə işlənir. Y variantını götürəcəm. 32-də yenə promise var. B variantını. 33-də remember to ilə də işlənə bilər. ing ilə də işlənə bilər. İndi ing ilə götürəcəm. Çünki to reading olmur. About sözünü varsa sözünü ing ilə işlənən feilinə işlənir. Görürsünüz yenə sözünü var. Yenə sözünü var. ing ilə olanları götürəcəyik artıq burada. Bir də bu qayda var uşaqlar. Sifətdən sonra to feil gəlir. Məsələn, it is important to support. It is easy to open. It is difficult to go. Bu qaydətlərinizə qeyd edin mütləq. Elə kompleks object hissəyə o birinci, ikinci qrup, üçüncü qrup feillər var ha. Və orada yazın ki, sifətdən sonra to feil işlənir. Demək, stop ing ilə işlənir. Stop-dur, mind-dir, sonra enjoy-dur, suggest-dir. Don't forget, to feil ilə işlənə bilər. ing ilə də sadəcə burada to doing götürə bilmirik deyə götürmürəm onu. Of varsa əlbəttə ki, gerund dərsidir, söz önündə dərsdir. The players were eager to accept, to be eager to bu formada işlənir. Sözünü varsa demək gerunddur bu artıq. Want varsa, məsələn, bu infinitivdir, yəni məstər dərsidir. Want varsa yenə məstərdir, Y variantı. Məstər ingiliscə nə deyirlər? Infinitiv deyirlər. Forget hər ikisi ilə işlənə bilər. To ilə işlənə bilər, ing ilə də işlənə bilər. I forgot to turn the lights before leaving room. I forgot turning off the lights. Demək, hərəkət keçmişə aiddirsə, biz ing ilə olanı götürəcəyik. Yəni, bir məqsəd varsa, to ilə olanı götürəcəyik. Lakin mən otaqdan çıxarkən işıqları söndürməyi unutdum. 46-da promise to ilə işlənir. Interested in. Görürsünüz, sözünü varsa ing ilə verəcəyik. Çünki gerund dərsidir bu. Növbəti sualım forgot to ilə verəcəm. Sonra by sözünü var. Sözündən sonra ing-li feil verəcəm. Stop daha çox ing ilə də işlənə bilir, to ilə də işlənə bilir. Amma bizdə görürsünüz ing ilə olanı götürürəm. He regrets not studying. Regret ing ilə işlənir. About sözünü varsa sözündən sonra ing ilə olan feil gəlir. Suggest dedik ki, suggest the mind, the enjoy, the like, the love, bunlar ing ilə işlənir, gerund dərsidir. Decide amma infinitive, məstərlə işlənir. She was careful to protect her, she was careful to protect. Sifətdən sonra to gəlir, sonra bad. Bad sifətdir, sifətdən sonra to feil gəlməlidir. Ya B, ya D, ya yeni götürəcəm. Baxıram ki, sonra expect-dən sonra amma to feil gəlməli idi. Ask-dan sonra to-lu, amma let-dən, make-dən sonra çılpaq olar. It is impossible. Görürsünüz, sifətdən sonra to-lu feil verir. It is impossible ask. Ask-dan sonra to-lu feil işlənməlidir. Çünki ask 3-cü qrupdur deyə A variantını götürəcəm. 58-də, bayaq dediyim qayda. Və yəlik əvəzlikləri, yəlik hal gördünüzsə, onda avtomatik ing ilə olanı götürürsünüz. Gerund dərsinin əsas qaydalarındandır bu. Gerundun neçə dənə qaydası var idi? 3 dənə. 1. Cümlədə mübtədə funksiyasını yerinə yetirə bilir. 2. Yəlik əvəzlikləri və yəlik haldan sonra ing, yəni gerund verməlisiniz. 3. Sözünü gördünüzsə, məsələn of gördünüzsə, ondan sonra ing verməlisiniz. Sonra 61. We need to have our computer checked out to do. Passive causative dərsidir. Passive causative nədir? Hərəkəti sən yox, başqasına elətdirirsən. Məsələn, deyirəm, bəzən deyirəm, mən saçımı kəstirdim. Bu dərs necə olur? Have, üstə gəlsin tamamlıq, üstə gəlsin feilin 3-cü forması.
Məsələn, desəm ki, mən saçımı kəstirirəm. I have my hair cut verəcəm. Və yaxud da mən maşınımı yığdırıram. I have my car washed. Wash it. Demək, baxın, burada da have var. Have-dən sonra tamamlıq gəlir və feili onda V3 formada vermək lazımdır. Görək, ona uyğun yenə test çıxacaq qarşımıza. It is encouraging, deyir, cəsarətləndiricidir. It is encouraging to invite young people to join fundraising activities. Promise-dən sonra to feil gəlir deyə D-ni götürəm. Aha, forget, baxıram ki, to feil götürəcəm. 65-də it is hard for teens, yeniyetmələr üçün çətindir. To resist pressure from social media. Enjoy-dan sonra ing-li feili götürəcəm. Important sifətdir deyə sifətdən sonra ing-li feil götürəcəm. To feil götürürəm sifətdən sonra. Sifətdən sonra to feil. Bayaq da deyək, it is difficult to join və yaxud da it is easy to enter university. Üniversitə girmək asandır, amma üniversitə oxumaq çətindir. Try-dan sonra to feil gəlir. Sonra sözündən sonra ing-li feil gəlməlidir. Suggest ümumiyyətlə ing ilə işlənən feildir. Decide özündən sonra məstər istədiyinə görə A variantını götürəcəm. Yenə decide A. It is common for student to experience təcrübə etmək. Promise-dən sonra to feili götürəcəm. Baxıram, to burada var. Amma to olanda ing vermirik. C variantı. He stopped. Stop özündən sonra gerund istəyir. Demək, students were encouraged to participate. Demək, bu nədir? To be encouraged to. Yəni, olar. After sözündür. Sözündən sonra ing-li feil verəcəm. Sözündən sonra yenə ing-li feil yeni götürəcəm. It is impossible. Sifətdən sonra to feil götürəcəm. Sözündən sonra ing-li feil götürəcəm. Suggest-dən sonra isə yenə ing-li feil götürəcəm. Baxıram növbəti testimə. 82-yə baxıram. Forgot. Demək, forget unutmaqdır. Forgot unutdudur. Ondan sonra to feil götürürəm. It's difficult sifətdir. Sifətdən sonra yenə to feil götürürəm. He didn't mean to leave the event so early. Sözündən sonra yenə ing-li feil götürürəm. It is not fair to Jane. Baxıram ki, expect-dən sonra to feil gələ bilər. Let-dən sonra bəli sadə feil gələ bilər. Ask-dan sonra to feil gələ bilər. To allow icazə vermək deməkdir. Ondan sonra amma to feil gəlməlidir. Let-dən make-dən sonra to feil gələ bilməz. Qalıram A-C-Y arasında. It's not fair to Jane to expect her to do everything. Let her do everything. Bir də ask her. It's not fair to Jane. Baxın, görürsünüz, bunlar tusuz verilib. Amma bir dənə to ilə varsa, demək o to-nu götürəcəm. Deyir ki, ədalətli deyir ki, Jane hər şeyi onun eləməyini gözləsin də. Sonra gəlirəm növbətiyə, 87-yə. It is difficult to tell. Üçüncü qrupdur. Tell-dan sonra gələn feillər mütləq to artırılmalıdır. To ilə verilməlidir, ing ilə yox. Sonra şəxsi vəzir cümlənin ortasında işlənə bilməz. Və burada da do-nun qarşısında to olmalıydı deyə düzgün cavabımız C variantıdır. Let-dən make-dən sonra sadə feil gəldiyinə görə bunlar çıxır. Qalıram C ilə A arasında. Və yenə let var burada. Yenə sadəni seçməliyəm deyə A variantı keçmiş zamanda olanı seçmək olmaz. For sözünüdür uşaqlar. Sözündən sonra ing ilə feil gəlməlidir. Apostrof S bayaq nə dedim? Dedim yəli hal və yəlik əvəzliklərindən sonra mütləq şəkildə ing, yəni gerund dərsi gəlməlidir. Yenə burada by var və and var. By olanda biz bilirik ki, sözündən sonra gerund gəlməlidir. Və and olanda ikisinə də eyni şeydən eləməliyik deyə elə A variantını götürür. Yenə yəlik hal var. Yəlik haldan sonra ing ilə, yəni gerund dərsini verməlisiniz. Yenə yəlik of var, sözündən sonra ing gəlməlidir ya D, ya Y variantını seçirəm. Wantdan sonra gələn feil to ilə işlənməlidir deyə Y variantıdır. Uşaqlar, try özündən sonra to feil istəyir. Ya cavab B-dir, ya Y-dir. Amma sözündən sonra ing-li feil gəlməlidir deyə B variantı doğrudur. Sözündən sonra ing-li feil gəlməlidir deyə ya A, ya D-ni götürməlisiniz. İkinci tərəfdə isə told var. Told-dan sonra to feil gəlməlidir deyə A variantı doğrudur. Boring sifətdir, sifətdən sonra to feil gəlməlidir. Save sifətdir, sifətdən sonra to feil gəlməlidir. Decide özündən sonra həmişə to feil istəyir.
Impossible sifətli, sifətdən sonra to lu feil gəlməlidir. Possible da sifətli, sifətdən sonra to lu feil gəlməlidir. Bu da ümumiyyətlə neçə dənədir? Az imiş, 140 dənə imiş. Yəni qayda olaraq belə gedir. Məsələn, would rather özündən sonra çılpaq feil istəyir. Yazı saxlayın. Had better özündən sonra çılpaq feil istəyir. Baxıram çılpaq yoxdur ki, onda not forget'i götürəcəm. I'd rather demək yenə eyni qayda. Çılpaq feil gəlməlidir deyə C variantı. Had better'dən sonra çılpaq feil gəlməlidir. Harda would rather, had better gördüksə ondan sonra bilin ki, çılpaq feil gəlməlidir. Və feilləri əzbərləyin. Bəzi feilləri, məsələn, happy sifətdir. Sifətdən sonra to lu feil gəlməlidir. Baxaram ki, bunları silirəm ona görə. To lu feil gəlməlidir. Vəsə, cavab olacaq B variantı. Qutardı getdi. Yəni sizə uğurlar. İnşallah ki, dərsi tam başa düşmüş olarsınız. Sadəcə feillərini əzbərləyin və infinitivlə gerundun nə olduğunu qavramağa çalışın ki, infinitiv nə idi? To ilə düzəlirdi. Amma gerund ing ilə düzəlirdi.